Qürub izləmək sağlamlığa necə təsir edir? Toronto Universiteti, Arizona Dövlət Universiteti və Mount Sinai Icahn Tibb Məktəbinin alimlərinin tədqiqatlarına əsaslanan məqalədə bildirilir ki, gün batımını izləmək təkcə estetik zövq deyil, həm də psixi və fiziki sağlamlıq üçün faydalı vərdiş hesab olunur. Alimlərin fikrincə bu mənzərə insanda heyranlıq hissi yaradaraq stres, narahatlıq və mənfi düşüncələrin azalmasına kömək edir. Araşdırmalar göstərir ki, gün batımı zamanı yaranan müsbət emosiyalar diqqəti gündəlik problemlərdən yayındırır, insanı indiki ana kökləyir və yaddaşın, diqqətin, hətta yaradıcılığın yaxşılaşmasına şərait yaradır. Mütəxəssislər qeyd edir ki, təbiət mənzərələri ilə müntəzəm təmas iltihab göstəricilərinin azalması, ürək-damar xəstəlikləri və depressiya riskinin aşağı düşməsi ilə də əlaqələndirilir. Bundan başqa, axşam saatlarında günəş işığının zəifləməsi orqanizmin bioloji saatını tənzimləyir. Bu zaman kortizol hormonunun səviyyəsi azalır, melatonin ifrazı artır və bədən yuxuya hazırlaşır. Nəticədə yuxu keyfiyyəti yüksəlir, emosional gərginlik isə azalır. Psixoloqlar hesab edir ki, gün batımını izləmək insanlarda empatiya və yardımsevərlik hissini də gücləndirir. Onların fikrincə, hər gün cəmi bir neçə dəqiqə təbiətin bu mənzərəsini seyr etmək həm ruh halını yaxşılaşdıran, həm də sağlam həyat tərzini dəstəkləyən sadə və ödənişsiz vərdişdir.